Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi ecmain. Əmmə ba'd. Deməli, bu rafizələr elə göstərmək istəyirlər ki, ya bunlarda təkfir yoxdur, bunlar hamını müsəlman görür, bunlarda hər şey yaxşıdır, hamına mehribandırlar və heç kəsə təkfir etmirlər. Amma siz Vahabilər, siz təkfirsizsiniz, sizdə təkfir var və s. Gəlin baxaq ilk öncə bunların kitablarına və başlayaq Əvail Məqalətdən. Əvail Məqalət Şeyx Mufidin. Görün burada nə deyir? 16-cı məsələ burada. Əl-qavl fi ashabil bid'i və ma yestəhiqquna alayhi min əsma'il əhkam. Bidət sahibi haqqında, bidət əhli haqqında söz və onlar isim və əhkam baxımından nəyə layiqdirlər o barədə. Və deyir ki, ittefaqatil imamiyyətu alə ənə ashabil bid'i kulluhum kuffar. İmamilər ittifaq eləyiblər ki, yəni İmami Şiələr ittifaq eləyiblər ki, bidət əhli hamısı kafirdirlər. Və imamın üzərinə düşən nədir? Onları tövbəyə çağırsın, dəvət, tövbə və bəyan. Əgər tövbə eləsələr bidətlərindən və doğruya yönəlsələr, yaxşı, yox, əgər tövbə etməsələr, nədir? Öldürülürlər. Necə öldürülürlər? Liddətihim anil iman. İmanlarından çıxıb mürtəd olan kimi, mürtəd olaraq öldürülürlər. Və ennə mən mətə minhum alə tilkəl bidə, kim bunlardan bu bidət üzərində ölərsə, fəhvə min əhlin nər, o od sakinidir. Od sakinidir. Yaxşı, sual çıxır, bidət əhli kimə deyirlər bunlar? Bidət əhli kimlərdir? Yenə baxın, Əvail Məqalətdə 294-cü səhifədə baxın, deyir ki, qavluhu fi ashabil bidə və mə istəhiqquna aleyhi min əsməl və əhkəm. Həmin məsələni gətirir ki, yəni bidət əhlin hökmü haqqında deyir, əqul, mən deyirəm ki, deyir, əl-muradu bi ashabil bid'i ashabul məzahibil batilə. Bidət əhli deyildikdə deyir, batil məzhəblər nəzərdə tutulur, əlləti təddə'il İslam, hansı ki, İslamı iddia eləyən. Yəni, İslamı iddia eləyən digər məzhəblər, digər batil məzhəblər. Və ləkinnəhə zədət fihi, yəni və yaxud onlar deyir, nəsə artırdılar və nəsə azaltdılar. Beləliklə nə oldu? Bir məzhəb oldu, İmami Şiə olmayan bir məzhəb, hansı ki, bu İmami Şiə məzhəbi hiyəl-İslam-ı sahih, səhih məzhəbdir. Umumən, baxın, burada bidət əhli deyildikdə kimi nəzərdə tutdu? Bidət əhli digər məzhəblər, yəni İslamı iddia eləyən bütün məzhəblər, hansı ki, Şiə deyil. Haqq olan məzhəb nədir? Deyir, İmami Şiələrin məzhəbidir, deyir. Və bidət əhli barəsində də mövqeyini zikirlədi ki, İmamilər ittifaq eləyiblər ki, bidət əhli hamısı kafirlərdir, tövbəyə çağırılırlar. Əgər tövbə eləməsələr, yəni İmami Şiəli əqidəsini qəbul etməsələr, o zaman kafirdirlər və hətta öldürülürlər. Və həmçinin burada növbəti kitab Etiqadət kitabıdır, Şeyx Saduqun 110-cu səhifədə burada hədisin altında bir şərh edərkən deyir, وَاعْتِقَادُنَا فِي مَنْ خَالَفَنَا فِي شَيْءٍ مِنْ أُمُورِ الدِّينِ كَاعْتِقَادُنَا فِي مَنْ خَالَفَنَا فِي جَمِيعِ أُمُورِ الدِّينِ. Yəni, dini bir məsələdə bizə bir şeydən müxalif olan kəs, sanki bütün hər bir şeydə bizə müxalif kimidir. Dinin bütün məsələlərində bizə müxalif olan kimi, yəni bidət əhlidir. Yəni, bir məsələdə bizə müxalif olan, imamət məsələsində və hansı bir imamın imaməti haqqında, yəni müxalif kim ki oldu, sanki bütün şeydə, hər bir şeydə bizə müxalifdir, yəni bidət əhlidir. Və sonra Ənvar-ı Nu'maniyyədə Əl-Cəzairi 2-ci cildin 191-ci səhifəsində deyir ki, yəni mənə gəlib çatan xəbərlərə əsasən mən bildiyim odur ki, deyir, biz onlarla bir ilahda birləşmərik və ya bir peyğəmbərdə birləşmərik, nəbidə birləşmərik. Yəni bizim onlarla birləşməyimiz mümkün deyil. Yəni biz onlarla birləşmərik, bir olmarıq. Nəyə görə? Nəyə görə? Çünki onlar deyirlər ki, ennəhum yəqulunə ennə rabbəhum huvəl-ləzi kənə Muhammed sallallahu aleyhi ve sellem nəbiyyuhu. Onlar çünki ona görə deyirlər, onların bu sözünə görə ki, onlar deyirlər ki, bizim Rəbbimiz o Rəbbdir ki, Muhammed onun nəbisidir və Muhammedin də xəlifəsi Əbu Bakırdır. Və biz bunu demirik, deyir. Və nəhnu lə nəqulu bihədər Rabb. Yəni, belə bir Rəbbi biz qəbul etmirik, bu Rəbbi demirik. Nə də biz o Peyğəmbəri qəbul etmirik ki, hansının ki, xəlifəsi Əbu Bəkirdir.
Yəni leysə rabbun, yəni bizim Rəbbimizdir, və la zəlikə nəbiyyuna və ya bizim bu cür peyğəmbərimiz deyil. Və sonra gəlir onlara lənət oxumaq haqqında, onlara lənət etməyin vacibliyini vurğulayır. Və zəlikə əl-imamə kən-nübuvvə. Ona görədir ki, imamət nübuvvət kimidir. Fikir verin, bir kəs ki, deyirsə ki, xəlifə Əbu Bakırdır, Peyğəmbərin xəlifəsi sallallahu aleyhi və səlləm, yəni o xəlifələri qəbul edir. Təbii ki, əhl-i-sünnə bugün Əbu Bakırdır, Ömər, Osman, Ali hamısını radiyallahu anhum hamısını qəbul edir, hamısını sevir və onların xəlifə olduqlarını da qəbul edir. Amma bu nə deyir? Deyir ki, əgər biri desə ki, yəni xəlifə Əbu Bakırdır, nə mənə belə Rəbb lazım deyil, nə o Rəbbi qəbul etmirəm, nə bu Peyğəmbəri qəbul etmirəm. Yəni bu cür Əbu Bakır xəlifəsi olan nə Peyğəmbərdir? Yəni başqa vaxt deyirlər, vəhdət, sünnilər qardaşlarımızdır, bizim canımız, ciyərimiz, təqiyyə ilə, yalanla bu sözləri istifadə edirlər, amma baxsan əsl olan nədir? Biz onlarla birləşə bilmərik, çünki onlar Əbu Bakırı xəlifə kimi qəbul edirlər, Peyğəmbərin xəlifəsi kimidir. Və bugün əhl-i-sünnə aləmi Əbu Bakırı Peyğəmbərdən sonra sallallahu aleyhi ve sellem xəlifə olaraq və sıddiq olaraq onu qəbul edir, onu sevirlər. Və nə deyir bu? Muhammed sallallahu aleyhi ve sellemdən sonra, yəni xəlifəsi Əbu Bakır olan, nə Rəbb, elə bir Peyğəmbəri göndərən Rəbb barəsində biz yəni Rəbb saymırıq onu və yaxud Peyğəmbər olaraq Muhammədi o cür Peyğəmbər saymırıq ki, yəni onun xəlifəsi Əbu Bakırdirsə. Deməli, bunlar danışıqları harda ki, vəhdətdən danışırlar, harda ki, sünnilər qardaşlarımızdır, belə, elə, hamısı boş şeylərdir. Məclisinin Bihar ünvanlarında gələn bir rivayətdə Əli ibn Hüseynin mövlası deyir, mənə xəbər ver bu iki kəs barəsində, yəni Əbu Bakır və Ömər haqqında və deyir ki, onlar kafirdirlər, ikisi də kafirdir. Və sonra nə deyir? Kafirun mən əhəbbəhumə. Onları sevən də kafirdir. Fikir verin, Əbu Bakır Ömər də kafirdir və kim onları sevirsə, onlar da kafirdirlər. Digər bir rivayətdə, Əbu Həmzədən gələn rivayətdə onu da gətirir ki, Əli ibn Hüseyndən soruşur ki, bunlar bu iki kəs barəsində Əbu Bakır və Ömər haqqında deyir kafirdirlər və onlarla dostluq eləyən də onlar da kafirlərdir. Onlar da kafirdirlər. İndi baxın, yenə deyirəm, bunların danışması ki, əhl-i sünnə bizim qardaşlarımızdır, sünnilər bizim qardaşlarımızdır, vahabilər bizim aramıza vurur və s. belə söhbətlər hamısı görünür ki, yalandır. Çünki açıq-aşkar bunların kitablarında və bu kimi rivayətlər də çoxdur ki, əhl-i sünnəni bu dəqiqə, əhl-i sünnə bəllidir ki, Əbu Bakır və Öməri sevirlər. Və Əbu Bakır və Öməri sevəni siz kafir görürsünüz. Və daha sonra burada Bihar ünvanlarında, məclisinin Bihar ünvanlarında deyir ki, İ'ləm ənə itlaq lafz şirki vəl küfri alə mən ləm ya'təqid imamət əmiril müminə vəl əimmə min vələdihi və faddalə aleyhim qayrahum yədullu alə ənəhum küffar müxallidunə finnər. Deyir ki, bil ki, əmiril mümininin və onun nəslində olan, yəni imamların imamətinə etiqad eləməyən və onlardan başqalarını, onlardan üstün tutan kimsə, bu kimsələrə şirk və küfür sözlərinin onlara yəni aid edilməsi, o kəslərə ki, bu şey etiqad eləmirlər, onların deyir kafir olmaqlarına və əbədi cəhənnəmdə qalacaqlarına dəlalət edir. Yəni artıq kim onlardan üstün kimisə tutsa, yəni artıq o da kafirdir. Və ya Əmir el-Mömininin Ali radiyallahu anh deyir, nəslindən olan, övladlarından olan kimsə, yəni onlardan imamətinə etiqad eləməsə, yəni o da gedir, o da kafirdir. Və daha sonra burada deyir ki, qalə Şeyx Mufid. Şeyx Mufid deyir ki, Kitab Məsail kitabında deyir, İttəfəqət el-imamiyyə alə ənə mən ənkərə imamətə əhədin minəl-əimmə. Yəni imamlardan birinin imamətini inkar eləyən və cəhədə mə əvcəbəhullahu təalə ləhu min fardit-taə və Allahın ona vacib etdiyi itayət, onlara yəni itayəti, fərz olan bu itayəti inkar etsə, fəhuvə kafirun dallun mustahiqqun lil-xulud finnər. O kafirdir, azğındır və əbədi odda qalmağa layiqdir. Yəni əbədi odda qalacaqdır cəhənnəmdə. Bu haqda rivayətlər çoxdur. Və burada da gəlir, bir imamın imamətini qəbul eləməyən kafir də əbədi cəhənnəmlikdir.
və həmçinin rəvayətlər çoxdur, gətirə bilərik. İmamın birini inkar eləmək, bütün nəbiləri inkar eləmək kimidir, peyğəmbərləri inkar etmək kimidir. Və daha sonra elə bu kitabdaca yenə gəlir ki, imamilər ittifaq eləyiblər ki, imam şiələr, bütün bidət sahibləri, bidət əhli hamısı kafirdirlər və imamı, yəni onların deyir, onları valil imam, imam üzərinə düşən onları tövbəyə çağırmaqdır, dəvət eləməkdir. Həmçinin bu məsələ bu kitabda da gəlir, hansı ki biz əvvəldə oxuduq. Burada da həmin məsələ gəlir ki, yəni onları tövbəyə çağırırlar, tövbəyə gəlməsələr, düzəlməsələr, öldürülürlər. Və bu kimi rivayətlər çox gətirmək olur. Bunların alimlərin sözlərini, rivayətlərini çox gətirmək olar. Açıq-aşkar harda ki onlar müxalifləri kafir görürlər, əhl-i-sünnəni kafir görürlər. Sadəcə onlar nə edirlər? Bir növ iş çətinləşir deyənə müamilə məsələləri gəlir ortaya. Yəni əhl-i-sünnə, müxaliflər bunlara görə. Onlarla müamilədə nə edək? O zaman iş çətinləşir. Kafir desək, müəyyən əhkamlar var. O əhkamlarda işimiz çətinləşir. Nə edək? Və bir növ belə bir qərara gəldilər ki, dünyada onlara müsəlman müamiləsi aparaq, amma yenə də onlar axirətdə kafirdirlər. Əbədi cəhənnəmlikdirlər. Və bu məsələ də onların arasında ixtilafdır, alimlərin arasında. Həmçinin imamət məsələsi usul məzhəbdirmi, yoxsa usul dindəndirmi? Və belə bir iddia atdılar ortaya, belə bir məsələni atdılar ortaya ki, imamət usul məzhəbdəndir. Yəni məzhəbdən çıxır, əgər imamətə müxalif olsa, etiqad etməsə bizim kimi məzhəbdən çıxır, yəni şiəlikdən çıxır, o kafir olur. Amma yenə də nədir? Etiqadları odur ki, yəni axirətdə kafirdirlər, əbədi cəhənnəmlikdirlər. Baxın, Kəşfül Vafi kitabı Şirazinin burada 242-ci səhifədə deyir ki, bu rivayətləri gətirəndən sonra aşağıda deyir ki, fəin qult, əgər desən ki, alə hədə yəlzəmü kufr əhlil xilaf və hum min zumrətil musliminə alə rəy əksər əshabinə, əgər desən ki, yəni müxaliflər bu halda, yəni belə olduğu halda müxaliflər əhlül xilaf, yəni əhl-i sünnə kafir sayılmalıdır. Halbuki onlar bizim əshabımıza görə, alimlərimizə görə, əksəriyyətinin rəyinə görə müsəlmanlar zümrəsinə daxildirlər, müsəlmanlardırlar. Deyərək ki, deyir, qulnə, biz belə deyərik ki, lə xilafə beynə uləməyinə fi kufrihim. Alimlərimizin arasında onların küfürlərində ixtilaf yoxdur. Ənəhum, bimə'nə ənəhum yuxallidunə finnər kəsairil kuffər. Yəni onlar digər kafirlər kimi cəhənnəmdə əbədi qalacaqlar. Keyfələ, necə də olmasın, necə də bunlar cəhənnəmdə əbədi qalmasınlar. İmamət nicata tapmış haqq firqənin ittifaqı ilə bu dinin əsaslarındandır. Dinin əsaslarındandır, yəni imamət. Və munkiru aslin min usulid-din kafir, yəni dinin əsillərindən, üsullarından, usulu inkar eləyən, bir usulu inkar eləyən kafirdir. İnneməl xilafu fi icra'i hukmil kafiri aleyhim fid dünya. İxtilaf yalnız onlara dünyada kafir hökmü verməkdədir. Dünyada onlara kafir hökmünün tətbiq edilməsindədir ixtilaf. Fəzəhəbə ba'd əshabina ki Murtada rahimehullah deyir burada, deyir, bəzi deyir bizim alimlərimiz, əshabımız məsələn Murtaza kimi yəni, bu hökmün tətbiq olunmasını demişlər. Və zəhəbə el-kəthirunə ilə xilafi. Və əksəriyyəti isə bunun əksini demişlər. Yəni Murtada deyir kafirlər dünyada da, amma əksəriyyəti deyir yox. Dünyada kafir hökmü vermir onlara. Axirətdə ittifaqdır kafir olmaları. Amma dünyada kafir olmaqlarını biz demirik. Nəyə görə? Lüzumul harac, yəni çətinlik yaradır bu. Biz kafir hökmü versək bunlara dünyada da bizə çətinlik, müamilə məsələlərində çətinlik çəkəcəyik. Ona görə gəlin dünyada bunlara müsəlman hökmü verək, kafir axirətdə isə onlar onsuz da əbədi cəhənnəmlik kafirdirlər. Li lüzumul harac, yəni çətinliyə görə. Və lil əxbar dəll alə dəlik, və bu haqda gələn xəbərlərə əsasən. Və hədə la yunafi kufrahum kəmə la yəxfə. Bu da onların yəni küfürlərini zidd deyil. Yəni bu gizlin deyil, yəni kafirdirlər. Sadəcə ixtilaf nədədir? Dünyada müamilə məsələlərinə görə
bunlara gəl müsəlman deyək. Dünyada müsəlman, amma axirətdə ittifaqla kafirdirlər. Həmçinin baxın burada Nurul Bərahin kitabında, Nemətullah Cəzairinin Nurul Bərahinində səhifə 64. Burada deyir ki, aşağıda deyir, Ennel imamiyyətə qad təfərradu bi enne duxulul cənnə və nəcəh la yekunu illə ba'de vilayeti al Muhammed və i'tiqadi imamətihim. Deyir ki, imamilər başqa yəni firqələrdən bununla fərqlənirlər ki, onlar deyirlər ki, cənnətə daxil olmaq və qurtulmaq yalnız Muhammedin sallallahu aleyhi ve sellem ailəsinin, əli Muhammedin yəni vilayətini qəbul etməklə və buna etiqad etməklə, onların imamətliyinə etiqad etməklə mümkündür. Cənnətə yalnız bununla mümkündür. Kim imamların imamətini qəbul etməsə yəni, o cənnətə getmək mümkün deyil. Və əmmə bəqil firaq, digər firqələrə gəldikdə, İslami digər firqələrdə, fəqad ədfəqu alə ənə aslən nəcəh huvə əl-iqrar bi şəhədəteyn. Yəni, qurtulmağın yolu, əsas yolu, yollarından biri deyək, şəhadəti iqrar etməkdir. İki şəhadəti iqrar etməkdir. Və sonra bəziləri gəlir Elvin Əzimov kimi bəzi insanlar və bir növ don geyindirmək istəyirlər bu məsələyə və deyirlər ki, hardansa rəvayət tapırlar, nəsə uydurma, zəif, nə bilim nə, cəmaatın gözündə belə bir pərdə asmaq istəyirlər. Cəmaat axmaq yerinə qoyub ki, cənnətə, əhlüsünnə də cənnətə gedəcək, biz onları təkfir eləmirik, biz deyir onlar bizim qardaşlarımız cənnətə də gedəcəklər. Halbuki açıq-aşkar sizin kitablarınızda və nə qədər də gətirə bilərik. İndi buna baxın, bunun gətirdiyi bir rəvayətə baxın. Çoxdur və içində səhihdə nə qədər varmış. Hələ səhih nə qədər var, bilinmir səhih yoxdur. Babun yadxulu minhu, cənnətdə bir dənə qapı var, cənnətin bir dənə qapısı var. Yadxulu minhu sairun muslimin. Digər müsəlmanlar o qapıdan daxil olacaqlar. Kimlərdir onlar? Mimmən şəhidə ən la ilahə illallah və ləm yəkun fi qalbihi miqdaru zərratin min buğdina əhləl beyt. Onlar kimdə? Onlar o şəxslərdir ki, Allaha vəhdaniyyətinə, birliyinə şəhadət verirlər və onların qəlblərində bizə zərrə qədər nifrət yoxdur, biz əhl-i beytə. Bunlar o həmən qapıdan cənnətə daxil olacaqlar. Bəs onlar ki, gəlib deyirlər, nə bilim, şiə etiqadına görə, şiənin hədislərinə əsasən cənnətə ancaq şiələr daxil olacaq, əhl-i sünnə hamısı cəhənnəmə daxil olacaq. Görəsən bu hədisləri oxumayıblar. Yaxşı, görəsən sən oxumamısan bu kitabları, hamısının mənbəsinə kimi zikr etdik, hamısının səhifəsinə kimi zikr etdik, sizin alimlərimiz də, alimlərimizin sözləridir. Oxumamısan bunlar, xəbərin yoxdur. Ya cəmaata yalan danışırsan, özünü belə ağıllı göstərib, bu rəvayətləri gətirirsən, hardansa nəsə tapıb. Bax, açıq-aşkar alimlərimizin sözlərini qoyursan kənara, ya da bilmirsən, oxumamısan. Oxumamısansa da oxu gətirmişik. Yəni, bunlar görürsünüz necədir, bir də yah nala vurur, yah mıxa vururlar, belə bir tayfadırlar. Açıq-aşkar alimlərinin sözləri var və oxuduq. Yəni, dünyada müsəlman müamiləsi aparsalar da, axirətlərini kafir deyirlər və bu da ixtilafdır. Dünyada müsəlman hökmü vermək məsələsi, bu da özlərində ixtilafdır. Amma axirət məsələsində, əbədi cəhənnəmdə olmalarında ittifaqdadılar alimlər. Və neçə dənə sözlərini gətirdik ki, ittifaq ediblər alimləri ki, bəli, onlar cəhənnəmdədirlər, əbədi cəhənnəmdədirlər. Və bu qədər bir çox rəvayətlər var, bunların kitablarında, alimlərin sözləri var, bunları da gətirəcəyik inşallah. Bu qədər kifayətdir. Subhanəkallahum bihamdik, əşhədu ən la iləhə illə əntə əstəğfiruke və ətubu ileyk.